Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Şükrün fəziləti və şükür edənlərin mükafatı. Burada zikr olunur, elə bir ki 5 dənə əsas mövzular burada qeyd olunur. Mövzulardan birincisi şükrün tərifi və onun rükunları. Sonra gəlir şükrün fəziləti, şükrün və şükür edənlərin fəziləti. Üçüncü gəlir, biz necə şükür edənlərdən ola bilərik. Dördüncü gəlir ki, Allahın nemətləri, şükür etməyə yardım edən səbəblər. Beşinci də gəlir, ət-tərhib minəl-cuhud və adamı şükür. Və nemətləri inkar etməkdən çəkindirmək, ondan qorxuzmaq və şükür etməmək. Nemətləri inkar etməkdən və şükür etməməkdən çəkindirmək, qorxuzmaq. İndi burada birinci mövzu gəlir. Birinci mövzu şükrün tərifi və onun rükunları. Deyir ki, şükür lüğətdə, şükür etmək, şəkərə ya şükuru, şükür etmək sözündəndir. Yaxşılığı tanımaq və onu yaymaq. Yaxşılığı başa düşmək və onu yaymaq. Sonra burada gətirir ki, Allah tərəfindən olan şükür, Allahın təşəkkür etməsi nədir? Deyir ki, Allahın təşəkkür etməsi, Allahın şükür etməsi, deyir ki, mükafat verməsi və gözəl tərif etməsi. Sonra burada gətirir, deyir ki, şakur Allahın adlarındandır. Deyir ki, bu Allahın sifətlərində bunu verdiyi məna. Deyir ki, mənası odur ki, Allah Teala şakur olması ilə qulun az olan əməllərinə, Allah Teala artırır, çoxaldır. Quldan gələn, qulun etdiyi, quldan çıxan az bir əməli Allah Teala artırır, çoxaldır. Və ona qat-qat savab verir. Və deyir ki, Allahın qullarına olan şükrü, o deməkdir ki, onları bağışlaması. Və necə ki, deyilir ki, şəkərallahu sə'yəhu, Allah Teala onun çalışmasını, səyinə təşəkkür etdi, şükür etdi. Bu mənada ki, mənası budur ki, o ənəhu əsəbəallahu və əsəbəallahu alə dəlik. Allah Teala onu o işinə görə mükafatlandırdı, ona savab verdi. İndi şükür sözünün islahi mənasını gətirir. Deyir ki, şükür sözünün islahi mənası, şəriətdə olan mənası odur ki, Allahın nemətlərinin təsirinin, Allahın nemətlərinin deyək, qulun dilində وَظُهُورَ أَثَرْ نِعْمَةِ اللّٰهِ عَلَى لِسَانِ عَبْدِهِ قَوْلًا وَعَمَلًا. Elə bir ki, Allahın nemətlərinin təsirinin qulun dilində görünməsi, görsənməsi həm söz olaraq, həm də əməl olaraq. Və həmçinin belə deyilmişdir ki, şükür haqqında o deyir, nemət verənin, Allah Teala'nın nemətlərini etiraf etməkdir, itaət etmək yoluyla nemət verənin nemətlərini, Allah Teala'nın nemətlərini etiraf etməkdir. İbn-i Qayyum rahimehullah deyir ki, şükür nədir? Şükür deyir, Allahın nemətlərinin qulun dilində görsənməsi, bilinməsi. Allahın nemətlərinin danışması məsələn. Deyir ki, Allaha tərif etməsi, bu nemətlərə görə tərifləməsi, etiraf eləməsi. Və həmçinin deyir ki, şükür nədir? Şükür, qəlbin Allahın nemətlərinə şahid olması və sevərək, Allahı sevərək, məhəbbətlə, Allahı sevərək. Və həmçinin şükür odur ki, şükür bədən əzalarında nemətlərin təsirinin, Allah Teala'nın nemətlərinin təsirinin, bədən əzalarında görsənməsi. O da nə ilə? İtaət etməklə
və boyun əyməklə. Seydi Rəhməhullah deyir ki, öz təfsirində şükrü izah eləyir, deyir ki, şükür nədir? Şükür deyir, qəlbin Allahın verdiyi nemətləri etiraf etməsidir. Və onu وَتَلَقِيهَا اِفْتِقَارًا اِلَيْهَا və deyir, Allahın nemətlərini Allahdan qəbul etməsi o nemətlərə möhtaclıqla Allahdan onu qəbul etməsi. Və həmçinin deyir ki, şükür nədir? Şükür onları, yəni nemətləri Allaha olan itaət yollarında sərf etmək. Və deyir, şükür nədir? Həmçinin şükür deyir, nemətləri, yəni Allaha asilikdə sərf etməkdən nemətləri qorumaq. Bu da şükürdən sayılır. Sonra burada gətirir ki, şükrün rukunlarından danışır. Burada rukunlardan birinci gətirir ki, nemətləri etiraf etmək. Nemətləri etiraf etmək şükrün rukunlarından gətirir. Deyir ki, etiraf etmək, yəni təsdiq etmək və sən deyir, etiraf edəcəksən və yəqinliklə, qəti olaraq bilməyin ki, həqiqətən onu sənə verən, bu nemətləri sənə verən o Allah Taala özüdür. Amma deyir, qulun əlində olan, qulda olan hansı ki o səbəblər var, neməti əldə etmək. وَمَا الْعَبْدُ إِلَّا وَسِلَةٌ فَقَدْ نَفْسُولُ عَلَيْهَا. Yəni yalnız qul, yəni ancaq o nemətləri əldə etməkdə, yəni əldə etsə də, onun əlində olan o şeylər bir səbəblər ola bilər. Amma neməti yalnız verən Allah Taala özüdür. Deyir ki, nemətləri qula aid edib Rəbbi unutma. Nemətləri qula aid edib Rəbbi unutma. Çünki bu deyir, cahillərin etdiyi hərəkətdir. Onların, yəni əqidəsinin, yəni zəlalət olduğunu deyir. Deyir ki, onlar neməti Allaha aid etmirlər. Zeyd ibn Xalid Əl-Cühənidən gələn hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm belə buyurdu. Deyir ki, mənim qullarımdan, yəni qudsi hədisdə görünür. Deyir ki, mənim qullarımdan, Allah da deyir ki, mənim qullarımdan mənə iman gətirərək və mənə küfr edərək sabahlayanlar var. Sonra deyir ki, fəəmmə mən qalə, və o kəslər ki, deyirlər ki, biz Allahın fəziləti və rəhməti ilə bizə yağış yağdırıldı deyirlər. Deyir ki, onlar mənə iman gətirənlərdir və ulduzlara küfr edənlər, yəni ulduzları inkar edənlərdir. Amma o kəslər ki, deyirlər ki, biz filan ulduz səbəbi ilə bizə yağış yağdırıldı deyirlər. Deyir ki, o mənə küfr edən və ulduza inanandır. Yəni, müəyyən bir şeylər səbəbi ilə yağış yağsa da, yağışı yağdıran yalnız Allah Taala özüdür. Yəni, bu da nemətin yalnız Allahdan olmasına bir dəlil. Sonra İbn Abbas radiyallahu anh'dan gələn hədisdə, başqa hədisdə gəlir ki, mutirən nəsu alə əhdiyi ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin vaxtında insanlara yağış yağdırıldı və Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, insanlardan eləsi var ki, Allaha şükür edərək səhərlədilər və onlardan küfr edənlər də oldu. Və dedilər ki, bu Allahın rəhmətidir. Və bəziləri dedilər ki, və bəziləri dedilər ki, artıq filan ulduz, yəni doğru etdi. Filan ulduz sadiq oldu deyək. Sonra gətirir burada rukunlardan, şükrün rukunlarından gətirir, deyir ki, nemətləri danışmaq və onlara görə neməti verənə təriflər demək. Ayşə radiyallahu anh'dan gələn hədisdə deyir ki, mən deyir, Peyğəmbər sallallahu əleyhi və səlləm bir gecə itirdim və deyir, onu evi ki, axtarır Ayşə, axtarır və onu görür ki, gecə namazı qılır. Yəni, qaranlıq idi. Peyğəmbər sallallahu əleyhi və səlləmi əli ilə axtarırdı və görür ki, Peyğəmbər sallallahu əleyhi və səlləm səcdədir. Yəni, gecə namazı qılır, səcdədir
ve deyir ayaqları da dik haldaydı, yani düz dik formadaydı ve o belə deyirdi səcdə, onu eşitir. Deyir ki, Peyğəmbər sallallahu dua edir ki, səcdə, Allahım sənə sığınıram, sənin qəzəbindən, qəzəbindən sənə sığınıram, əzabından, afiyyətinə sığınıram və sənə və səndən sənə sığınıram. Və davam edir ki, mən səni layiqincə tərif edə bilmərəm, sən özün özünü tərif etdiyin kimisən. Sonra başqa ayə gətirir, burada deyir ki, bu da nemətləri danışmaq, yəni nemətlər barəsində çoxlu danışmaq. Sahabələr görürsən bir gecəni, yəni sahabələr görürsən belə oturardılar, yəni sadəcə bu ayəyə əməl edərdilər. Və əmmə bi ni'məti rabbikə fəhaddis, Rəbbinin nemətlərinə gəldikdə isə onları danış. Bu ayəyə əməl edərək Allah Taala'nın nemətlərindən danışardılar. Sonra rükunlardan gətirir, deyir ki, o nemətləri Allah'a itaət yolunda, o nemətləri verənə itaət yolunda sərf etmək, xərcləmək. Və bu barədə burada dəlil gətirir. Deyir ki, Allah Taala öz kitabında deyir ki, "İ'məlu ələ Davud şükra." Allah Taala Davud ailəsinə deyir ki, ey Davud ailəsi, şükrə əməl edin. Şükrə əməl edin, yəni şükrü yerinə yetirin. Və burada gətirdik ki, ayənin mənası odur ki, ey Davud ailəsi, siz şükrə əməl edin. Yalnız Allah üçün şükrə əməl edin. Sizə verilən o nemətlərə görə və o da Allah'a olan itaətlə və onun buyruqlarını yerinə yetirməklə olur. Və burada buyurur ki, Allah Teala Davudun ailəsinə şükrə əməl etməyi buyurdu, əmr etdi. Çünki orada deyir fərq var. Şükür, əl-fərqa beynə şükrül qavl, deyir ki, orada çünki fərq var. Sözlə şükür, əməllə şükrün arasında fərq var. Və deyir, dillə şükür etmək adlanır. Dillə şükür etmək adlanır. Həmd, dillə şükür etmək həmd adlanır və əməllə şükür etmək şükür adlanır. Yəni dillə şükür etməyin özü adı həmdir. Həmd eləmək, yəni dillə şükür etməkdir. Ona görə Allah Teala onlara buyurdu ki, yəni əməl edin. Əməl edin. Onlara demədi ki, deyin ki şükür. Şükür demədi ki, onlara şükür olsun deyin. Dedi ki, şükrə əməl edin. Çünki deyir, Allah'a şükür edənlər əməllə, deyir ki, burada buyur ki, deyir, çünki əməllə Allah'a şükür edənlər azdır. Həqiqətən də elədir. Yəni, belə soruşursan, deyir ki, şükür, belə. Amma əmələ gəldikdə, yəni şükrə layiqincə əməl olunmur. Yəni, çox mühüm məsələdir. İnsan nemət gələndə gərək şükrü artırsın, həm də şükrü dərhal artırsın, yəni gecikdirməsin. Dərhal artıq gecikdirməsin, çünki ola bilər, araya başqa şeylər girər və bu ilə Allah qorusun, bəlasının gəlməyinə səbəb olar. Ona görə şükür tezləşdirmək. Yəni, insan var, baxırsan, nemətdir. Yəni, əlindən o qədər nemətlər var, bir dənəsi əlindən çıxanda, yəni, şikayətdən dayanmaq olmur. Yəni, elə hey danışır, amma bu qədər Allah Taala'nın başqa nemətlərini görmür. Allah bizə vəfəq eləsin. Deyir ki, burada buyurur, deyir ki, əgər Allah Teala sənə bir malla ikram eləyibsə, sənə yəni bir mal veribsə, deyir, onu haram yolunda xərcləmə. Əgər deyir, Allah Teala sənə, burada məsələn, burada gətirir, deyir, televiziya ekranını gətirir burada. Deyir ki, onu deyir, harama istifadə etmə. Məsələn, burada internet şəbəkəsini gətirir, internetdən danışır, deyir ki, onu deyir, Allah yoluna çağırmağa istifadə et. Allah'ın yoluna çağırmağa ondan istifadə et. Çünki şükür, yəni bu nemətlərə olan şükür deyir, əvəzi odur ki, onları yəni Allah'a itaətdə istifadə etmək və onlara Allah'ın verdiyi nemətlərə küfr etmək də onları fəsad çıxartmaqda sərf etməkdir. Allah qorusun. Deyir ki, kimə Allah Teala elm veribsə, deyir ki, onun şükrü odur ki, onu özündən başqalarını öyrətsin və öz ailəsinə dini başa salmağa çalışsın, qonşusuna. Deyir, kimə Allah Teala əgər
yəni ad san nəsib eləyibsə, yəni tanınan adamdır, adı sanı var. Kimə Allah təala belə bir nemət nəsib eləyibsə, deyir ki, onun şükrü odur ki, onu istifadə etsin, yəni başqalarının ehtiyaclarının asanlaşmasında istifadə eləsin. Və onların məsləhətlərinə, onlar üçün məsləhət olan işlərin yəni düzəlməsində də istifadə eləsin. Deyərək kiməsə Allah təala iman, dərin iman Allah təala kiməsə veribsə və yəqin veribsə, sabit yəqini var, dərin imanı var, Allah təala ona nəsib eləyib. Yəni sabit yəqini də deyir ki, onun şükrü var. Şükrü də odur ki, və başqalarına bu imanı ilə təsir göstərsin. Ki onların da hərəkət eləsin ki, yəni çalışsın ki, Allahın izni ilə onlar da bu imana, belə bir iman sahibi olsunlar. Və yəni onların da dərin iman sahibi olmaq üçün məsələn burada gətirildiyi ki, onlara Allahın nemətlərini xatırlatsın. Allahın nemətlərini xatırlatsın. Onların qəlblərində elə eləsin ki, onların qəlblərinə həyat verən şey Allaha olan ümid olsun, Allahdan olan qorxu olsun. Və onların qəlblərinə yəni onların qəlblərində bu şeyləri sabit eləməyə çalışsın ki, yəni əcəllər, ruzilər Allahın əlindədir. Çünki yaradılmışlar, yəni insanlar heç bir mənfəətə, heç bir zərərə malik deyirlər. Heç bir ölümə, heç bir həyata və heç bir diriltməyə malik deyirlər. Çünki Allah Taala'nın gözəl adlarından öldürən, dirildən, ruzi verən, fayda, mənfəət verən, zərər verən, yəni yığıb tutub saxlayan, yəni buraxan, sərən nemətləri, məsələn sərən belə adları var. Yəni Allahın adlarından da görürsən ki, bütün bu şeylərə yəni sahib olan Allah Teala özüdür. Deyir ki, kimə Allah Teala zürriyyət vermişdirsə, onun da şükrü var. Onun şükrü deyir, odur ki, onun qəlbində tövhid əqidəsini əksin, kiçiklikdən və onu Allaha itaət üzərində böyütsün və onu qorusun şeytandan. Necə ki, İmranın zövcəsi öz qızını, yəni belə dedi ki, Allah Teala öz qızı barəsində belə dedi ki, "Və inni u'izuha bika və zurriyyətə minəş-şeytanir-racim." Allah Teala dua edərək dedi ki, mən onu və onun zürriyyətini şeytandan, yəni sənə sığındırıram. Yəni Allahdan onu, yəni belə deyərək onu, yəni şeytandan və onun şərrindən qorudu. Qorunmasına yəni səbəb oldu. Və həmçinin deyir, وَكَذَلِكَ شُكْرُ اللّٰهِ عَزَّ وَجَلَّ عَلَى مَا أَنْعَمَ عَلَيْهِ عَلَيْنَا مِنَ Allah Taala'nın bizə nemət olaraq bəxş etdiyi şeylərdən bizim əzalarımız, əllərdir, ayaqlardır, gözlərdir, qulaqlardır və başqaları. Və onları da istifadə etməliyik Allaha itaat. Onların da yəni şükrü Allaha itaat yolunda onları istifadə etməkdir. Əbu Hazim ondan rəvayət olduğuna görə deyir, onun yanına bir kişi gəlir, deyir ki, iki gözün şükrü nədir? Deyir ki, onlarla yəni xeyri görməyin, onlarla yəni şərrə baxmamağın, şəri görməməyinə. Və ondan soruşur ki, qulaqların deyir, şükrü nədir? Deyir ki, onlarla xeyir eşitməyin və onlarla şər eşitməməyin. Və deyir ki, əllərin şükrü nədir? Deyir ki, onlarla deyir, yəni onlara, yalnız onların xeyrini olan şeyləri tutmağın. Deyir ki, onların, bu əllərin deyir, əllərdə Allahın haqqı var. Əllərdə Allahın haqqı var, deyir ki, o haqqı mane olmaz. Sonra deyir ki, qarının şükrü nədir? Qarın. Şükrü nədir? Deyir ki, odur ki, qarının aşağısı yemək olsun, yuxarısı elm olsun. Qarının aşağısı elm olsun, yuxarısı elm olsun. Aşağısı yemək olsun, yuxarısı elm olsun. Həqiqətən qarın elədir ki, tam dolanda, yəni elmə yer qalmır. Və deyir ki, sonra gəldik ki, övrət yerinin, fərcin yəni şükrü nədir? Övrət yerinin şükrü nədir? Necə ki, bu ayəni gətirir, deyir ki, necə ki Allah Teala deyir ki, "Vəllezîne hum li furûcihim hâfizûn." O kəslər ki, ayıb yerlərini qoruyurlar, illə alə əzvacihim, yəni zövcələri istisna,
ve elleri altında olan o köle kadınlar, yani cariyeler istisna, deyir ki onlar ona göre kınanmazlar. Femen ibtaga vara zalike fe ulaike humul adun, ve ondan sonra, yani ondan o yanasını kim isteyerse, arzulayarsa onlardır, yani hatta aşanlar. Sonra yani burada yani ayakların da şükürü var. Allah ayakların da şükürü, yani düzgün yerine istifade etmek, yani hayır yerlerine istifade etmek. Sonra diyor ki buradaki Ebu Abdurrahman el-Hubeli diyor ki bu buyurur, diyor ki namaz şükürdür. Oruç şükrü, yani namaz şükür etmeyindir. Yani oruç şükür etmektir. Ve bütün her bir hayır emeller, hansı ki sen emel edirsən, onlar diyor şükürdür. Diyor ki şükürlerin de en faziletlisi diyor ki Allah'a həmd etmektir. Sonra burada bir tane de kısa getirir, diyor ki şükürle həmd arasında olan fərq nedir? Şükürle həmd arasında olan fərq nedir? Burada diyor ki şükür, yani beden əzalarıyla olur, yani əməllərlə, hər hansı bir Allah Teala'nın sana verdiği nimet, yani onu, yani o şeyler, bütün nimetlerin beden əzalarıyla, yani şükür diyor ki beden əzalarıyla olur, həmd ise diyor ki dille ve qəlblə olur. Şükür beden əzalarıyla olur, həmd etmek ise yani dille ve qəlblə olur. Yani eğer həqiqətən Allah'a kim istəyirsə ki öz Rəbbinə yani doğru şükür edenlerden olsun, yani diliyle de şükür etsin, kalbiyle de Allah'ın nimetlerine itiraf etsin ve hemşinin beden əzalarıyla da Allah'ın nimetlerine şükür etmeyi unutmasın. Neyi ki unutmasın, hatta tələssin. Sen tələsdikçe Allah Teala da sana tələsəcək. Ve Allah Teala sana olan nimetlerini artıracak ve böylece bereketlendirecek. Allah Teala bizi öz nimetlerinden layıkınca şükür eden kullarına etsin. Elhamdülillah ve sallallahu aleyhi ve sellem ala Resulü Muhammed ve ala alihi ve ashabihi ecmaîn.